keçirmesine sebep olabilir. Bu tür hallar neye sebep olabilir? Bu tür hallar insanda dil tutulmasına sebep olabilir. O bacısının her zaman dili tutulabilir. Ben İsmail'in bu hareketini hiç de yaxşı qiymətləndirmədim. Bu hareket cəmlərinin dilinin tutulmasına, qorxmasına, hərcanlanmasına və yerə sonra bir şey edərsə ağır xəstəliklərə keçirə biləcəyinə səbəb ola bilər. İsmail'in hərəkəti mənə heç yaxşı qiymətləndirmə. Çünki İsmail'in cəmlərin yerində olsaydı o da qorxa bilərdi. İsmail'in bu hareketi hiç hoşuma gelmedi. Çünkü o kışkırarak cəmləri qorxuda bilərdi və ciddi xəstəliklərə yol aça bilərdi. Mənim hərəkətlərimdən xoşuma gəlmədi İsmail'in hərəkəti. Çünki yarasa bacısına ziyan nəysə bir şey edə bilər. O yarasa ilə bacısına qorxu sala bilər və yarasa ona toxunsa qəribə xəstəliklərə yol aça bilər. İnsana təsir edən amillər: yuxulu, baş ağrısı, əsəbi, təəccüblü, sevincli,